Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya Mətbəxi rubrikası efirdədir. Bu dəfə Dünya Mətbəxindən deyil, öz milli şirniyyatlarımızdan xüsusi kompozisiya hazırlayacaq. Çünki bayram buraxılışındayıq. Rubrikamızın bu dəfəki qonağı Kaspii Mayr Retreatdə yerləşən Qurme Kitchen'in baş qənnaçısı Kərim Misirovdur. Kərim bəy, salam, sabahınız. Salam, sabahınız xeyir olsun, bayramınız mübarək olsun. Təşəkkür edirik, sizlə bahəm. Bugün biz nə hazırlayacaq? Bugün biz Novruz bayramına özəl bir desert hazırlayacağıq. Bu mənim müəllif desertimdir və fransız mətbəxi ilə bizim milli ənənəmizi birləşdirərək gözəl bir xonça formasının tart hazırlayacağıq. O zaman hazırlanmasına keçid edək. İlk növbədə tartımızdan başlayırıq. Tartımız bizim əsasımızdır. Un, vanil şəkəri, şəkər pudra, badam unu və soyuq kərə yağı. Tart xəmirini hazırlayarkən mayeni əlavə edəndə durmaq lazımdır. Əgər xəmir birləşdirsə, onu çox qarışdırmaq olmaz. Biz bu kremlə üzərinə sıxacağıq və sobaya göndəririk. Hardasa 15 dəqiqəlik. Bu kremlə bişir. Bəli. Bəs kremin ingrediyentləri sirdir? Kremin ingrediyentləri əslində sir deyil. Bu franjipandır və o olur deməli badam unundan, kərə yağından və yumurtadan. Bəzi reseptlərdə un da əlavə etmək olar. Tartımız artıq hazırdır. Üzərinə də karamel tətbiq etdikdən sonra indi bəzədilməsinə keçid edirik. Bəli, keçirik final etapına. Səməni görürəm, burada çox gözəldir. Bunu nədən hazırlamışsınız? Bu plastik şokoladdır. Bizim şamlarımız da, yeyilə bilən şamlarımız da, səmənimiz də plastik şokoladdandır. Bu şamlar da xüsusi texnika ilə hazırlanıb. Kərim bəyin öz texnikasıdır və fitili də dediyiniz kimi qozdan hazırlamışsınız. Bunu yandırdıqda yanır amma, hə? Bəli. Sonda sınayacaq. O zaman bəzədilməsinə keçid edirik. Novruz xonçamız xüsusi təqdimatda. Onu da xatırladım ki, hörmətli tamaşaçılar, bu Kərim bəyin öz müəllif şirniyyatıdır. O zaman üfürək. Üfürək. Qozun iyi gəlir və bu şamlar yeyilə biləndir. Elə bu şamların dadına baxım, çünki xüsusi ağ şokoladdan hazırlanıb. Kərim bəy, çox təşəkkür edirəm. Desertimizi hazırladıq. Şamların dadına baxdım, elə çərəzlərin də. Bu çox xüsusi bir şirniyyatdır. Adı nə olsun? Adı olsun Novruz xonçası. Belə hörmətli tamaşaçılar, bayram buraxılışı ilə qarşınızdaydıq. Dünya Mətbəxi rubrikası artıq sona çatdı. Gələn buraxılışda görüşərik. Hələlik.